Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Allah hamd olsun, biz devam edirik. Şeyh Rasul Hafizallah'ın risalesini okumağa. O risale ki hansı ki bizlere təşviq edir Allah yolunda xəşləməyə. Çox gözəl bir risaledir. Və xüsusən də bu Ramazan ayında bizlər üçün əsl bir nəsihətdir bu kitab. Və şeyh sonra Hafizallah keçir sahabələrin sədəqə verməsində olan halı. Yəni sədəqədə necə əl açıq idilər, necə onlar yəni Allah yolunda mallarını xərcləyirdilər. Və buyurur ki, və sahabətu radiyallahu anhum alə qadami Nebi sallallahu aleyhi ve sellem ve la əsərihi saru və rasamu lana suratan nasi'atan hittənafızı fil xeyr və müsabiqatı ileyhi. Deyir, sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin əsəri üzərində rəsm gedirdilər. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm necə əl açıqlı idisə, sahabələr də Peyğəmbər sallallahu aleyhi və səlləmə bu işdə bənzəməyə çalışırdılar. Və bu xeyir işdə bir-birlərindən yarışa girərdilər. Necə ki, Ömər bin Xattabdan radiyallahu anh'a gəlir ki, qalə əmrənə Rasulullah sallallahu aleyhi və səlləm ən təsaddaqa. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə sədəqə verməyi əmr etdi. Və vafəqə zəlikə mələn indi. Fəqultu əl-yevm əsbəqu Əbu Bəkr. İn sabaqtuhul yevm minəd dəhri. Və dedim ki, bir günləri ilə mal çıxardacam ki, o malla Əbu Bakrı ötüb keçəcəm. Əgər bunu da bu gün ötməsəm, ötə bilməsəm, heç vaxt onu ötə bilməyəcəm. Və deyir, beləcə deyir, fəcihtu bi nisfi məli, malımın tən yarısını gətirdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm məndən soruşdu. Mə əbqeytə li əhlik. Dedi, əhli üçün nə saxladım malımdan? Və dedim ki, qultu misləhu, onun misli qədər. Yəni tən yarısında aləm üçün saxladım. Peyğəmbər sallallahu aleyhi və səlləm və sonra deyir, Əbu Bakır gəldi. Və Əbu Bakırın bi kulli mə indəhu. Əbu Bakır özündə nə vardı, hamısını gətirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmlə Ömər radiyallahu anh verdiyi sualı eynisini Əbu Bakır radiyallahu anh da verir. Mə əbqaytə li əhlik. Əhli üçün, ailə üçün nə saxladın? Əbu Bakır radiyallahu anh deyir ki, əbqaytu ləhumullaha və rasuləhu. Aləmə Allah və Rasulunu saxladım. Və sonra Ömər radiyallahu anh deyir ki, bundan sonra heç bir yarışa girən deyiləm səninlə. Əbu Bakır radiyallahu anh bu səxavətliyin, əlasılığın görür və necə bir öndər olmasını görür və sonra deyir ki, heç vaxtı səninlə yarışa girən deyiləm. Və həmçinin böyük sahabələrdən olan Əbu Talhadan radiyallahu anhu kənə əksəru ənsari Mədinətə mələm. Mədinədə, yerli Mədinədə, yəni ansarlardan idi və çoxlu malı vardı. Və burada əksəru, yəni ən çox malı olanlardan biri idi. Və kənə əhabbə məlihi iləyhi bəyrəhəu. Və ona malından ən çox sevimli olanı Bəyrəhə adlı bağı idi. Və hiyə bustanun tayyibətül mə. Və o da çox gözəl, yaxşı sulu bir bostan idi. Və kənə müstəqbilətəl məscid. Məscid-i Nəbi sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinin önündə idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hərdən orada daxil olub, oranın suyundan içər və orada olan gözəlliklərdən, orada olan meyxurmadan yeyərdi. Və Ənəs deyir ki, radiyallahu anhu, ayənin inmə səbəbin sədəqə barəsində inən ayəni bizlər üçün şərh edərək deyir ki, həmin ayədə Əl-İmran surəsi 92-ci ayədir ki, Allah subhanahu ta'ala buyurur ki, lən tənəlül birra həttə tunfiqu mimmə tuhibbun. Allah yolunda bütün xeyir əməllərə yönəldəcəksiniz. Biri əldə etməsiniz, hətta malınızın ən gözəlini Allah yolunda xərcləməyinə kimi. Qalə Əbu Talha, ya Rasulallah, inna Allaha yaqul. Və Əbu Talha dedi, ey Allahın Resulü, Allah subhanahu ta'ala deyir, lən tənəlül birra həttə tunfiqu mimmə tuhibbun. Biri
əldə etməzsiniz, hətta malınızın ən gözəlini Allah yolunda xərcləməyənə kimi. Mimmə tuhibbun. Şeyx Sa'd rahmeullah buyurur ki, "Lən tənalu və tədrukul birra." Yəni biri dərk edə bilməzsiniz, yetişə bilməzsiniz. Bir də deyir ki, "Əlləzi huve ismu cəmilil xeyrat." Bütün xeyir əməllərin cəminin adıdır bir. Yəni insan bütün xeyir əməllərə müvəffəq olmaq istəyirsə, bütün xeyir əməlləri yerinə yetirmək istəyirsə, onda bir malının ən gözəlini Allah yolunda xərcləməlidir. Və sahabə bunu başa düşür. Və sonra Şeyx Sa'd rahmeullah deyir ki, bir nədir? O bütün gözəl xeyir işlərin cəmidir. Cəminin adına bir deyilir. Və buyurur ki, "Və huve tariqul musil iləl cənnə." Və o insanı cənnətə çatdıran bir yoldur. Sonra ayənin davamında ki, "Hətta tunfiqu mimmə tuhibbun." Ey min atliyabi amvalukum və əskə fə innə deyir ki, malınızın ən yaxşısını və ən təmizin. Fə innə təfəqquh minət-tib məhbub lin-nufuz. Deyir ki, həqiqətən insanın malından özünə nə var? Çox sevilmə olanı var. Çünki insan həqiqətən elə bir mal var ki, onu yəni dəyərlənir. İstər heyvanatı olsun, istər hər hansı bir şey olsun ki, evi, maşını onu çox sevir yəni. Bağlandığı malından bağlandığı bir şey olur. Sahabə də radiyallahu anhu Abu Talha bu bağa çox sevirdi, bağlıydı bu bağa. Lakin Allahın bu ayətini eşitdən sonra gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm yanına və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahın Rəsulü, mən Allah yolunda malımı xərcləmək istəyirəm, çünki biri əldə etmək istəyirəm, bu malımı vermək istəyirəm. Allahümmə innə əhabbə əmvəli və deyir ki, Allahım, mənə ən sevimli olan malım iləyyə bəyrəhə və innəhə sadaqatun lillah ərcü birrəhə və əddəxiruhə indallah. Deyir, ey Allahım, həqiqətən mənim ən sevimli malım bəyrəhədir, yəni o bağımdır ki, mən bunu Allah yolunda sədəqə edirəm və bunun birrin, yəni bunda olan bir yaxşı əməllərə yetişməyimi və Allah üçün iddixar edirəm. Yəni bunu Allah üçün xəzinə, saxladığım mallardan edirəm. Həqqədə yətəfəl musliməlləzi yu'minu billah. Şeyx deyir ki, həqiqətən müsəlman Allahın kəlamına qarşı, Allahın ayətinə qarşı belə rəftar etməlidir. Belə davranmalıdır. Eşitdi ayəyə mübaşirətən anında ayəni eşitməsinə anında o ayəni həyatına tətbiq etmək. Sahabələrin halı doğrudan da çox gözəl bir halları vardı ki, ayəni eşitdikdə başqalarına yönəlməzdilər. Əllərində olduğu o ayəni birinci özlərinə tətbiq etməyə çalışardılar. Sahabə Əbu Talha radiyallahu anh bu ayəni eşidir və gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına və deyir ki, mən bu ayəni tətbiq etmək istəyirəm. Bu ayədəki bir sözünü, bir xeyirə, bütün xeyirlərə çatmaq istəyirəm, biri əldə etmək istəyirəm. Və sonra və deyir ki, İzən fəliyəkun sağətən lilləhi rabbil ələmin. Eləcə deyir, o Allah üçün sadaqa olsun. Fəzəhəbə ilə Nəbi Peyğəmbər sallallahu yanına gəlir, fəaləməhu və Peyğəmbər sallallahu elan edir, İnnəllah yaqul. Deyəcək, şeyx təkrar edəcək, gəlir və həmin birinci işlətdiyimiz sözü işlədir və buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə Ərcu birrəhə və əddəxul indəllah fədə'hə ya Rasulə heysu ərakəllah və deyir, bunu hara istəyirsənsə qoy günən, hara istəyirsənsə yönəl günə Allah Rəsulü. Yəni malından keçir Allah yoluna, o cürünə gözəl maldan və gəlir bunu Peyğəmbər s.ə.v-in öhdəsinə buraxır. Və Peyğəmbər s.ə.v deyir ki, hara istəyirsən, necə istəyirsən istifadə et günə. Peyğəmbər s.ə.v tam qazanc gətirən mal budur. Tam qazanc gətirən mal budur. Səmiyyətü məqult və innə ara əntəcələhə fi əqrabin. Və Peyğəmbər s.ə.v deyir, mən istəyirəm ki, onu öz qohumları arasında böləsən, öz qohumlarına verəsən. Fədəlləhu Nəbi s.ə.v. Və Peyğəmbər s.ə.v bu gözəl malı daha da artırmasını üçün onu qohumlarına yönətməsini əmr etdi. Və sonra burada Şeyx Harasın Həbsallah daha da buyurur ki, fədəlləhə Nəbi sallallahu aleyhi ve sellem alə tariqi müda. Peyğəmbər s.ə.v daha da onu artırmaq, bu gözəl səqə daha da artsın deyə onu öz qohumları arasında paylamasını əmr etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm sədəqəyə həvəsləndirir, tərğib edir sədəqəyə və buyurur ki, fi sahihi
Ənə Nəbi s.ə.v rəğbə fis-sədəqə, Peyğəmbər s.ə.v sədəqəni rəğbətləndirdikdə, təşviq etdikdə, qalət Zeynəb hiyə imrat Abdullah bin Məsud. Abdullah bin Məsud radiyallahu anhunun yoldaşı Zeynəb dedi, radiyallahu anhə dedi, təbarək. Və buyurur ki, qalət ləhu innə Nəbi s.ə.v rəğbə fis-sədəqə, Peyğəmbər s.ə.v sədəqəyə rəğbətləndirdi, həvəsləndirdi, təşviq etdi. Fə in kənə yəsuhən əcələ sədəqəti fikum, in kənə Abdullah fəqirən və əmmə hiyə fəkənə zətə məlin. Deyir ki, əgər yarıyarsa, sədəqəmi sizə verərəm. Yəni Abdullah bin Məsuda, öz həyat yoldaşına. Və buyurur ki, o mal sahibidir. Fəəradət ən təsəddaqa fəqalət in kənə sədəqə təcüz lək və li əvlədi və zəlik. Və deyir, əgər o icazəlidirsə, sənə və uşaqlarıma və həmin sədəqəni sizlərə verəcəm. Və öz yəni diyarlarında, yerlərində, evlərində olan yetimlərə. Və beləcə gəlir sahabə qadın Zeynəb radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Fəsələ Rasulullah sallallahu aleyhi və fəqalə bəl izhəbi fəəsəli. Və deyir ki, ged yine Peyğəmbər sallallahu aleyhi və səlləmə. Birinci Abdullah bin Məsud deyir, ged Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruş ki. Abdullah bin Məsud radiyallahu anhə deyir ki, ged özün soruş ki. Fəzəhəbət və vəcət bilələn bilbəb. Və beləcə Zeynəb radiyallahu anhə gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə və qapıda Bilal radiyallahu anhə görür. Və vəcət imra'ətən təsəlu an nəfsi məsələtə. Və deyir ki, bir qadın orada görür və həmin qadın eynisi ilə həmin sualı soruşur. Fəhəmələthu məsələtə və talabət minhu ən yəsələ Nəbi s.ə.v. Peyğəmbər s.ə.v-dən Bilal radiyallahu anh deyir ki, bunu Peyğəmbər s.ə.v-dən soruş. Soruşanın kim olduğunu demədən. Yəni Zeynəb radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v-dən bu haqda soruş ki, ərinə və evladlarına malına xərcləməyə və Peyğəmbər s.ə.və kim soruşduğunu deməklə. Bu da ki, yəni şəfəqətli, Abdullah bin Məsuda qarşı şəfəqətli olmasından dolayıdır. Yəni görürsən, bu günləri insan hərdən ilə qadınlar var ki, biraz onlarda ruzi çox olduğunda və yaxud da ki, ailəsi tərəfindən biraz ailəsinə köməlik olunduğunda valideynlər tərəfindən görürsən, bunu nə var, ərinin başına qaxınc edir. Amma salih qadın, yəni ərinə xərclədiyin, ərinə olan köməkliyin necə deyək, lütufkarlıqla etməlidir, gözəlliklə etməlidir, baş qaxıncı edərək yox. Gör, sahabə qadın gəlir Peyğəmbər s.ə.v-dən soruşmağa, bildirmək istəmir ki, Peyğəmbər s.ə.və kim olduğu. Fədəxələ Bilal radiyallahu anh daxil Peyğəmbər s.ə.və soruşur, Peyğəmbər s.ə.v yanına daxil olan Peyğəmbər s.ə.v-dən soruşur və Peyğəmbər s.ə.v deyir ki, mən isə ilə kimdir soruşan, sual verən kimdir? Və Peyğəmbər Bilal radiyallahu anh çalışır ki, soruşanın adını gizlətsin. Və Peyğəmbər s.ə.v buyur ki, qalə Zeynəbu və aradə ən yəcələ əmri mübhəmən. Və Bilal radiyallahu anh ki, Zeynəb üstü örtülü demək istəyir ki, yəni hər hansı bir Zeynəbdə, yəni bilinən Abdullah bin Məsud radiyallahu anh yoldaşı yox, hər hansı bir Zeynəb. Peyğəmbər s.ə.v əygü zəyənibihiyyə, o hansı Zeynəcibdir. Qalə Zeynəb imratı Abdullah bin Məsud. Peyğəmbər radiyallahu anh deyir ki, o Abdullah bin Məsudun yoldaşı Zeynəbdir. Və həmçinin başqa bir qadında həmin sualı soruşur. Peyğəmbər s.ə.v buyurdu ki, innəhə silatun və sadaqa. O həmçinin qohumçuluq əlaqəmi gücləndirən bir bağdır və həm də sədəqədir. Fəhiyyə mudaafətun. Və deyir, bu artırır, yəni verilən sədəqəni artırır. Əgər o verilən sədəqə qohumlarla, qohumluq əlaqələrin, bağlarını gücləndirmək üçün olarsa, yəni verilən insanın verdiyi sədəqə qohumluq əlaqələrini gücləndirməkdirsə, qohumlarına verirsə, həm sədəqədir, həm də qohumluq bağlarını gücləndirir. Necə ki, Peyğəmbər s.ə.v həmçinin Əbu Talha radiyallahu anh də öz qohumlarını xərcləməyi tövsiyə etmişdir.
Və həmçinin Şeyx Hafzallah davam edir, buyurur ki, şeyün əxrafə həzə min təzhibi nəfs və min əxzi biyədihə li təstə'liyə alə mə yumkinu ən yəkuna amilə bi əsər radi fi cənəbətihə liyənə l'insana yumkinu ən yətasadda bisulan kəbirətən cəlilətin və edə kənət alə əqaribihi yətəvəqqa və həzə əmrun ma'ruf. Və deyir, insan ola bilər ki, Şeyx, deyir, nəfislərin təmizə çıxması üçün qohum-əqrəbə olan nəfis, qohum-əqrəbədə olan insanın malda tamah daha çoxdur başqalarından. Ummaları daha çoxdur. Küsmələri, incimələri daha çoxdur. Və ona görə yəni insan başqalarına böyük sədəqə verdikdə görürsən bunlar nədir? Qohum-əqrəbəsi qısqanır, həsəd aparır buna. Şeyx buyurur, "Liyənə həsədə yəqsuru fil əqarib." Mələ yəqsuru fil qeyrib. Çünki deyir, qohum-əqrəbədə olan həsəd başqa qeyrilərindən daha çox olur. Başqalarından daha çox olur. Fi qeyri həzə əmrun kənnəmə cüblət aleyhi nəfs-i bəşəriyyə. Deyir, bu elə əmr ki, sanki bəşər bunun üzərində, nədir, bu bəşərdə hamısında var bu iş. Yəni, insan qohumundan küsməsi, qohumundan inciməsi hər kəsdə var. Qohumda olan həsəd başqalarında olandan daha çoxdur. Və beləcə Peyğəmbər sallallahu aleyhi və səlləm bunları qohumlara yönətməyə irşad yönəltmişdir ki, bu verilən sədəqələr qohumlara yönəlsin ki, hətta insanlar arasında olan, qohumlar arasında olan bağlar daha güclü olsun və qohumlar arasında bir-birinə qarşı olan o həsəd, paxıllıq aradan geçsin. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Talha radiyallahu anhu malın qohumlarına xərcləməsini və həmçinin Zeynəb radiyallahu anhə də özlərinə infaq etməsin, gözəl sədəqə və qohumluq bağını möhkəmləndirmək adlandırmışdır. Və Şeyx buyurur ki, Hafzallah, "Əl-yevmə kəsirun la yunfiqun və izə anfaqa munfiqun minhum fə innəmə yunfiqu min radi'i malihi və matamihi və məbəsihi." Deyir, bu günləri insanların çoxu infaq etmir, xərcləmirlər Allah yolunda. Xərclədikdə də mallarının ən əskiyi, ən aşağı olanını və yeməklərinin ən qalığını, belə deyək, paltarların ən köhnəsini verirlər Allah yolunda. Yəni, insan verəndə malın gözəlini vermək lazımdır. Təbii ki, malın əl artığını vermək yaxşı deyil. Yəni, əlhamdülillah, insan əgər Allaha çatdıracaq xeyirli əməlləri əldə etmək istəyirsə, biri əldə etmək istəyirsə, o zaman malın ən yaxşısından Allah yolunda xərcləməlidir. Malının artığın yox, malından belə deyək də, yeməyin artığın yox, geyimin artığın yox, malının ən gözəlindən, paltarının ən yaxşısından Allah yolunda sədəqə verməlidir. Belə edərsə, o insanı xeyir əməllərə çatdıracaq biri əldə etmiş olar. Allah Subhanahu taala'dan diləyirəm ki, Allah Subhanahu bizləri Allah yolunda mallarını xərcləyənlərdən və birə yetişən qullarına etsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed.